الله وسلامه عليه وعلى آله وصحبه أجمعين. Muhterem kardeşler, muhterem Müslümanlar, muhterem qonaqlar, həqiqətən şükr etmək bir ibadətdir və şükr etmək ibadəti hər qula, hər insana nəsib olmaz. Çünki həqiqətən Allah subhanahu wa ta'ala belə buyurur: Bismillahirrahmanirrahim və qalilun min ibadiyyəş-şəkur. Mənim qullarımdan az bir hissə şükr edəndir. Və həqiqətən də biz nemətlərin içindəyik, bərəkətin içindəyik. Rahat-rahat otururuq, rahat-rahat danışırıq, rahat-rahat dəvət edirik. Rahat-rahat namaz qılırıq, rahat-rahat meçidlərə gedirik. Hamısı bunlar Allah'ın bizə olan bir neymətidir ki, biz bunu unutmamalıyıq. Allah Teala buyurur: Bismillahirrahmanirrahim. وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Əgər siz Allah'ın nimetlərini sayıb qurtarmaq istəsəniz, əsla və əsla onları sayıb qurtara bilməzsiniz. Qul hər zaman Allah'a həmd etməlidir. Qul hər zaman Allah'a həmd və şükür etməlidir. Heç zaman naşükür olmaz, asi olmaz. Qul Rəbbi ilə səmimi olmalıdır. Onun quluna verdiyi neymətlərə görə bir şükr edib o haqda düşünməlidir. Və insana verilən ən böyük neymət də İslamdır. Çünki Uca Allah buyurur: Bismillahirrahmanirrahim. El-yevme ekmeltu lekum dinakum. Mən bugün sizin dininizi tamamladım. Və etmemtu aleykum ni'meti. Və sizə olan neymətimi də tamamladım. Və bu neymət nədir? Və raditu lekumul İslamə dinə. Sizə din olarak İslam'ı seçtim, razı kaldım o dindən. Boydayım, 15 dəqiqə oturursa zəng vuracağım inşallah. Və hər birimiz Allah yolunda, Allah'ın dinine, kitabına, Peygamberimiz sallallahu aleyhi ve sellem'in sünnəsinə dəvət etmək məcburiyyətindəyik. Çünki Uca Allah Kur'an-ı Kərimdə sənə əmr edir. Ud'u, çağır. Hüküm vermə, çağır. Ud'u, dəvət et, çağır. İlə səbili Rabbikə, Rəbbinin yoluna çağır. Nəylə? Bil hikməti vəl məv'izatil həsənəti. Hikmətlə çağır, gözəl sözlərlə çağır. Və cədilhum billəti hiyə əhsən. Və sənlə mücadilə aparan, sənə qarşı olan insanlarla ən gözəl üslubda mücadilə et. Budur Allah'ın sənə olan mesajı. Sən isə əziz qardaşım, hökm etməklə dəvəti qaçdırmısan, çağırmaqla hökm etməyi qaçdırmısan. Bəlliğu anni vələv ayəh. Məndən bir ayət olsa da belə çatdırın, Allah etsi. Bizlərə buyurur, təbliğ edin. Bəlliğ o sözü təbliğ sözündən gəlir. Təbliğ edin, çağırın. Və sən çağıransan, sənin üzərinə çağırmaqdır, hökm etmək deyil. Sələflərin gözəl sözü var. Nəhnu duatun və lesnə qudat. Biz dəvətçilərik, qazilər deyilik. Biz dəvətçi, biz qazi deyilik. Bizim işimiz, məqsədimiz, qayəmiz insanları pisliklərdən çıxardıb gözəlliyə, xeyrə, bərəkətə dəvət etməkdir. Məhz buna görə Allah səni ən xeyirli ümmət seçib. Kuntum xeyrə ümmətin uxricət linnəs. Siz insanların içindən çıxarılan ən xeyirli ümmətsiniz. Niyə? Səbəb. Danışan qardaşlarımız səbəb bilirlərmi? Səbəb. Tə'muruna bil ma'ruf. Siz yaxşı işləri çağırarsınız, siz yaxşı işlərə dəvət edərsiniz. Və tənhəvuna anil munkar. Və pis işlərdən çəkindirərsiniz. Bax əzizim,
Əziz qardaş, sənin üzərinə çağırmaqdır, hesab etmək isə Allahadır. Hətta Allah Teala öz peyğəmbərinə belə İnnəkə lə təhdi mən əhbəbtə vələkinnallaha yəhdi mən yəşə. Ya Muhammed, sən sevdiyin, rəğbət bəslədiyin, istədiyin kəslərə hidayət verən deyilsən. Vələkinnallaha yəhdi mən yəşə. Allahdır istədiyinə hidayət verən. Bəli, sənin əmin idi. Bəli, sən onu sevirdin, bəli. Amma o müsəlman olmadı. Çünki hidayəti verən Allahdır. Məhz ona görə Allah Teala öz peyğəmbəri olan Muhammed sallallahu aleyhi və səlləmə buyurur: Aleykəl bələğu və aleynəl hisab. Bu ayətdir. Sənin üzərinə təbliğ etmək, çatdırmaq, bizim üzərimizə isə haqq hesab etməkdir. Əzizim mənim, haqq hesab etmək sənin işin deyil. Əzizim mənim, hökm vermək sənin işin deyil. Əzizim mənim, insanı cənnətə, cəhənnəmə salmaq sənin işin deyil. Sənin işin yalnız və yalnız Allahın yoluna hikmətlə, xeyirlə dəvət etməkdir. Amma şeytan, şeytanın köhnə hiləsidir. لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ اَيْدِيهِمْ Andolsun onların önündən وَمِنْ خَلْفِهِمْ Arxasından وَعَنْ شَمَائِلِهِمْ Sağlarından və sollarından andolsun onlara yaxınlaşacağım. Təfsir alimləri deyirlər ki عَنْ يَمِينِهِمْ Sağdan, yəni gözəl əməlləri bəzədib onlara vəsvəsə verərək onlara yaxınlaşacağım. De, danış, qorxma, hökm ver, de, insanı çıxart, insanı daxil et. Cənnət, cəhənnəm ver, narahat olma, bu sənin işindir deyə sənə vəsvəsə verərək səni Allahın dinindən uzaqlaşdırar. Əm yəqulunə aləllahi mə lə tə'ləmun Siz nəyə görə Allahın adına bilmədiklərinizi danışırsınız? Nə üçün? Niyə? Limə təqulunə mə lə təf'alun Nəyə görə özünüz etmədiyiniz işləri danışırsınız? Niyə? Ona görə Allah elçisi sallallahu aleyhi və səlləm Muhammed sallallahu aleyhi və səlləmin adını çəkəndə sallallahu aleyhi və səlləm demək lazımdır. Çünki o insan paxıldır. Onun adı çəkildikdə sallallahu aleyhi və səlləm sözünü deməzsə deyin. Sallallahu aleyhi və səlləm həmin Muhammed hansı ki Allah Teala onun üçün وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Ya Muhammed biz səni aləmlərə rəhmət olaraq göndərdik. Həmin o qul, həmin o peyğəmbər, həmin o Allahın elçisi bilə-bilə ki Allah onun günahlarını bağışlayır. Hətta Quran-ı Kərimdə ona aid ayət indirdi. لِيَغْفِرَ لَكَ اللّٰهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرْ Allah sənin etdiyin və edəcəyin günahları hamısını əfv etdi. Hətta o belə Allahla səmimidir. Hətta o belə Allahın önündə qul olaraq dururdu. Təkəbbürlü etməzdi. Özünü rahat hiss etməzdi. Ona buna söz atmazdı. Onun bunun haqqında hüküm verməzdi. Hətta Ayşə anamız soruşanda ki, Ya Rasulallah, Ya Rasulallah, axı Allah sənin bütün keçmiş, gələcək günahlarını bağışlayır. Niyə özünə belə əziyyət verirsən? Bir söz dedi. Əfələ əkuna abdən şükura. Məyər şükr edən qul olmayın mı? Məyər şükr edən qul olmayın mı? Əziz qardaş, hökm etmə, dəvət et. Hökm etmə, çatdır. Hökm etmə, insanlarla gözəl danış, qəzəbli danışma. Axı sənin tabi olduğun Muhammed ibn Abdillah insanlarla danışdıqda qəzəbli danışmazdı. Məhz ona görə Allah ona bu ayəti indirdi. Bismillahirrahmanirrahim. وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ Əgər sən sərt qəlbli وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ sərt qəlbli, kobud birisi olsaydın
lənfaddu min havlikə. Onlar sənin ətrafından əlbəttə ki, qaçardılar. Rasulullah sallallahu aleyhi və səlləmin başına nələr oyun açıldı? Belinə zibil atıldı. Qoyunun içalatı töküldü. Hər gün bir yerdən keçəndə zibil atıldı. Yenə də insanlarla sərt danışmadı. Yenə də insanlarla rəhmət içində münasibətini bəslədi. Amma sən nə edirsən? Sən artıq rahatsan. Rahatçılıq isə şeytandandır. Sən artıq rahatsan. Sən artıq rahatsan. O qədər rahatlaşmısan ki, özünü unudub artıq başqalarına hükm edirsən. Ey yazıq insan, ey yazıq insan, o gündən qorx. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün nə sizin malınız, nə övladlarınız sizə fayda verməz. İllə mən ətəllaha bi qalbin səlim. Fayda verən Allahın huzuruna salamat qəlblə gələnlərdir. Ey insan, sən özün haqqında düşün. Sənin qəlbin salamatdırmı? Sən o günə hazırsanmı? Sən o günə hazırsanmı? Rəbbinlə görüşmək gününə hazırsanmı? Amma sən nə edirsən? Sən özünü oxşadırsan rafizlərə. Çünki bu minhəc rafizi minhəcidir. Onun bunun haqqında danışmaq sünnət minhəcidir. Rafizi minhəcidir. Sahabələr haqqında danışmaq rafizi minhəcidir. Onların eyiblərini axtarmaq, insan eybi axtarmaq sünnət minhəci deyil, rafizi minhəcidir. Allah Teala isə buyurur, Tilkə ümmətun qad xalət. Onlar bir ümmət idi, gəlib keçdi. Ləhə mə kəsəbətu və ləkum mə kəsəbtum. Onların etdikləri onlara və ləkum mə kəsəbtum. Sizin də etdiyiniz sizə qalacaqdır. وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ. Və siz əlbəttə ki, sizdən əvvəlki insanların etdikləri əməllər barəsində sorğu-sual olunmayacaqsınız. Ey qardaş, inan ki sən qiyamət günü hökm verdiyin insanlardan qaçacaqsan. O insanların ki, hansı ki onların haqqında danışırsan, onlardan qaçacaqsan. Çünki sən yaxınlardan qaçacaqsan. Bismillahirrahmanirrahim. Yevmə yefirrul mer'u min axih. O gün insan doğma qardaşından qaçar. Və ummihi və abih. Atasından qaçar, anasından qaçar. Və sahibətihi və benih. Həyat yoldaşından qaçar, övladından qaçar. Niyə? Bir səbəbə görə. لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ. O gün hər bir şəxsi yalnız onun öz işi maraqlandırar. Sən isə rahatsan, danışırsan, insanlar haqda hökm edirsən, rahatlaşmısan, şeytandır səni aldadan. Uyma ona. Rahat olmaz, Müslüman rahat olmaz. Müslüman bu dünyada qəribdir. Necə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur, Bədə'əl-İslamu qaribən və səyəudu qaribən tubə lil-ğurabə. İslam qəribçiliklə başladı və qəribçiliklə də dönəcəkdir. Cənnətlər olsun, cənnət olsun o qəriblərə. Sən hər zaman qəribsən, bəli. Allah heç nə məcnun dedilər, dəli dedilər, sehirbaz dedilər və sair. Bu sözlər də sənə də deyiləcəkdir, bu mütləqdir. Əgər deyilməsə deməli sən onun yolundan getmirsən. Hörmətli qardaş, bir hədislə mövzumu tamamlayacağım. Allah elçisi hədisdə buyurur, İhris alə mə yənfəukə vəstə'in billah. Sənə fayda verən işlərə həris ol və Allahdan istə, yardım istə. Ey qardaşım, əziz qardaşım,
Əgər hər hansı bir iş sənə fayda vermirsə, əgər hər hansı bir iş sənə xeyir vermirsə, əgər hər hansı bir iş sənə savab qazandırmırsa, o işdən, o sözdən, o əməldən uzaq ol. Və bu hədisi hər zaman gözünün önünə gətir. İhris alə mə yədfauka. Sənə fayda olan işləri həris ol. Sənə aid olmayan məsələlərə qarışma. Allah elçisinin sözünü qulağında sırğa et. Min husnil mar'i tərkuhu mə la ya'nihi. İnsanın, kişinin gözəlliyindəndir ki, ona aid olmayan məsələlərə girişməsin. Hətta hədisdə deyir, tərkuhu mə la ya'ni. Həmin o işləri tərk etsin. Daxil olmasın, tərk etsin. Həmd olsun Allaha. Həmd olsun Allaha. O həmdlə ki, Allah özünə həmd edir və deyir, Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Bu neymətlərə görə, əziz qardaş, həmd et. Vallahi ki, insanlar bu neymətlər üçün yerlər var ki, bu neymətlər o insanlarda yoxdur. Sən bugün rahat namaz qılırsan, toy edirsən, yığışırsan, Allah sözü danışırsan, Peyğəmbər sözü danışırsan, təmiz, saf, əhl-i sünnət minhəcinə, sələf-i salihin minhəcinə uyğun sözlər danışırsan və rahatsan. Əziz qardaş, bunun üçün şükr et və bil, وَلَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Əgər şükr etsəniz, əlbəttə ki, artıraram. Ya Rabbim, şükr etməsək bəs, nə olacaq? Nə olacaq bizim axımız? وَلَاِنْ كَفَرْتُمْ. Əgər küfr etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Əzab gələcək. Əziz qardaş, əzab gələndə heç kimi ayırmır. Fitnə gələndə heç kimi ayırmır. Sən yaxşısan, sən pissən, sən bu fikirdəsən, sən o fikirdəsən, baxmır. Fitnə gələndə hamını aparır və götürür. Ona görə Allah Teala buyurur, Vallahu la yuhibbul fəsad. Allah fəsadı, fitnəni sevməz. Vallahu la yuhibbul mufsidin. Allah fəsad edənləri sevməz. Məhz ona görə Allah Teala deyir, وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٍ. Elmin olmadığı işlərin üzərində durma. İnnə səm'ə vəl-bəsərə vəl-fuədə kullu ulaikə kənə anhu məs'ulə. Həqiqətən qulaqda, gözdə, qəlbində bu işlər barəsində əlbəttə ki, məsuliyyət daşıyır. Və subhanəkə Allahumma və bihamdik və nəşədu ən la ilahə illə ənt nəstəğfiruka Allahumma.